komandalar meydana çıxırlar. 40 günlük fasilədən sonra nəhayət Topaz Premyer Liqası bir neçə dəqiqədən sonra öz fəaliyyətini davam elətdirəcək. Bir-birləri ilə də salamlaşmalıdırlar maçdan əvvəl olan bu prosedur sona çatdıqdan sonra maç başlayacaq. Biz isə buna qədər təbii ki sizi heyətlərlə tanış eləyirik, hörmətli tamaşaçılar. Başlayaq meydan sahiblərindən Qəbələdən qapıda Dmitri Bezatoslu, 6 Rəşad Sadiqov, 7 Nika Kvekveskiri, 9 Sergey Zinyov, 10 Ruslan Qurbanov, 11 Asif Məmmədov, 15 Vitali Vernidov, 19 Filip Ozoviç, 20 Ricardo da Silva, 34 Urfan Abbasov, 88 Tellur Mütəllimov və baş məşqçi Roman Grigarçukdur. Bugünkü maçda Hakimlər briqadasını sizə təqdim edeyim. Hörmətli İzləyicilərimiz maçın baş hakimi Əli Arağayev, ona Zeynal Zeynalov və Rıza Məmmədov yan xətlərdə və Rəvan Əmzəzadə ehtiyat hakim kimi kömək eləyəcək. AFFA nümayəndəsi Arif Fərəcovda, hakim inspektor isə Şaiq Əmidov. Qonaq Sumqayıt komandasının heyəti. Qapıda Fərhad Vəliyev, 2 Rail Məlikov, 3 Vurğun Hüseynov, 8 Nirzat Muxtarov, 10 Məhəmməd Qurbanov, 14 Bəxtiyar Həsənlizadə, 19 Azər Salahlı, 22 Mir Abdullah Abbasov, 42 Kamran Abdullazadə, 97 Xəyal Nəcəfov, 20 Fərhad Qıstarov, baş məşqçi Samir Abbasov aparır onun komandası və deyərdim ki, bəlkə həmişəkindən daha yaxındır bu tapşırığın yerinə yetirilməsi üçün. Oyuna Qəbələ başladı və dərhal hücuma keçəcəklər. Və dərhal irəliyə ötürmə elədi, amma Vernidov səhvi yol vermədi. Mir Abdullah Abbasovun qarşısını kəsib, topu ələ keçirir. Rəşad Sadiqov sağ cinahda Tellur Mütəllimov var, amma Ruslan Qurbanovla oynadı. Ruslandan Zenyova ötürmə, dönən top Azoviçin önünə düşdü. Azoviçin zərbəsini dəf elədi Fərhad Vəliyev. Asta-asta yüklənirlər rəqib qapısına. Daha bir zərbə. Fərhad Vəliyev yenə Zenyovun bu zərbəsindən sonra komandasını qoldan xilas edir. Çox danışmaq lazımdır, elə hər şey bəllidir, göz qabağındadır. Bu Azoviçin zərbəsi. Daha sonra müdafiədə fikir verin. Necə adi bir epizodda səhvi yol verirlər və dərhal bu az qala qola gətirib çıxaracaqdı əgər Fərhad Vəliyev sayıqlığını itirsəydi. Çox maraqlı oyunlar olacaq bu həftədə. Tellur Mütəllimov qapı qarşısını ötürmə, Fərhad Vəliyev topa çıxır, bir çaşqınlıq yaranıb müdafiədə. Son anda təhlükəni sovuşdururlar. Bir qədər inamsız çıxış edirlər maçın ilk dəqiqələrində. Bax, fikir verin, burada Rail Məlikov görmədi. Bəlkə də yetişən futbolçu olar. Asif Məmmədovun ötürməsi keçmədi. Tellur Mütəllimov təkrar ötürmə və top düz Fərhad Vəliyevin üstünə getdi. Ricardinho topu meydanda saxladı, rəqibini keçir. Ricardinho qapı qarşısına ötürmə. Asif Məmmədovun aşırması. Tellur Mütəllimovun zərbəsi yandan keçir. Çox təhlükəli bir hücum. Tellur Mütəllimovdan çox təhlükəli bir zərbə. Onu izləyirdisə, artıq başlayıb müdaxilə eləyir maçın gedişinə. Tellur Mütəllimov gəlişinə bir zərbə vurdu topa. Top ayağına oturdu, uzaqlaşan bir zərbə idi Fərhad Vəliyevdən, amma çərçivəyə düşmədi. Rəşad Sadiqov mərkəzə Kvekveskiriyə ötürmə elədi. Kvekveskiri sol cinahda boş Ricardinhonu gördü. Əla bir ötürmə idi. Ricardinhodan alladıcı hərəkət. Qapıya zərbə və Fərhad Vəliyev yerindədir. Əli Arağayev fitni səsləndirdi. Nika Kvekveskiri bir qədər gözləyir. İndi topu qapı qarşısına göndərir. Qapıya zərbə və top asfəqlə yandan keçir. Bir daha həmin epizodun təkrarını izləyək. Ruslan Qurbanov 2 futbolçunun əhatəsindən başla zərbə indirdi qapıya. Biraz dəqiqlik çatmadı ona. Ricardinho. Qapı qarşısına göndərilən top müdafiəçilərdən korner olur. Zenyov. Yenidən Asif Məmmədov. Qarşısında boş zona var Asifin. Qapı qarşısına ötürmə. Ozoviç və Fərhad Vəliyev zərbəni dəf eləyir. Daha epizodun təkrarını izləyək. Ozoviçin zərbəsi və qapıcı Fərhad Vəliyev. Boş Ruslan Qurbanovu gördü, amma ötürməsi bir qədər sakit alındı, çatmadı Ruslana. Nəhayət Ruslan indi topu özü ələ keçirib. Geri oynayır Nika Kvekveskiri. Yenidən Ruslan Qurbanov. Sergey Çırnışov topu az qala alacaqdı onlardan və Sergey Çırnışov indi topu yiyələnir. Sağ cinahda boş futbolçu var. Məhəmməd Qurbanov müdafiədə azlıqda yaxalandı Qəbələ. Məhəmməd Qurbanovdan alınan hərəkətlər. Məhəmməd Qurbanov gol! 53-cü dəqiqədə Sumqayıt gözlənilmədən Məhəmməd Qurbanovla hesabda irəli çıxır, hörmətli tamaşaçılar. Bir gol əsli idi, amma buna baxmayaraq bir əks hücumda yaxalandılar. 2-yə 2.
Belə bir hücumda Sumqayıt qolu vura bildi Məhəmməd Qurbanovla. Urfan Abbasov onun qarşısını kəsməli idi, amma bunu bacarmadı. Bəli, bax belə. Vurmayana vurarlar. Cərimə zərbəsi yerinə yetirilir. Məhəmməd Qurbanov qapı qarşısında topu göndərir. Bəxtiyar Həsənzadə yetişə bilmədi bu ötürməyə. Asif Məmmədov. Qısa ötürmələr. Yenidən Rəşaddan ötürmə aldı. Asif qapı qarşısında göndərilən top son anda. Kamran Abdullazadə. Gözü futbolçu qapı qarşısında ötürmə eləyir. Qaydan top Qəbələnindir. Ofsayt yoxdur. 1-1. Onun təkrarı hörmətli tamaşaçılar. Bir daha baxaq. Oyundan kənar vəziyyəti yox idi. Qətiyyən ofsaytdan söhbət gedə bilməzdi. Topun ayağından çıxdığı an ofsayt yox idi hörmətli tamaşaçılar. Ruslan Qurbanov, Zenyov indi topun arxasınca qaçır. Bəxtiyar Həsənzadə geriyə oynadı və çox riskli bir şəkildə Fərhad Vəliyev az qala güclə saxladı bu topu. Və çox riskli oynuyorlar müdafiədə, az qala topu itirəcəklər. Oynamaq olar, Asif Məmmədov indi özü irəliyir. Ötürmə, Nika Kvekeskiri'yə gəldi, Kvekeskiri və top yandan keçdi. Bir daha baxın, Asif Məmmədov nə qədər ağıllı oynadı. Anlayırdı ki, Ruslan Qurbanov ofsayda düşə bilər, ona görə gözlədi və Nika Kvekeskiri'nin önünə ötürmə elədi, amma Nika zərbə vura bilmədi istədiyi kimi. Məncə Ozobiç fit səsləndi, zərbə və Fərhad Vəliyev komandasını qoldan xilas eləyir. Dayanıb, tab gətirir, hesab 1-1'dir, təhlükəli işli yoxdur. Bir Abdullah Abbasov. Wicks'in ötürməsi, ofsayt yoxdur, Asif Məmmədov və son anda Rahir Məlikovdan kritik müdaxilə. Ricardinho'nun köməyinə gəlib. Uzaq güncə göndərilən top. Qapıya zərbə. Top yandan keçir. Ozobiç. Araz Abdullayev indi topu ələ keçirir. Ötürməsi qapı qarşısına. Rahil Məlikova dəyən top. Etiraz edirlər indi Qəbələnin futbolçuları. Əllə oyuna işarədir bu. Gəlin hər şey öz növbəsi ilə birinci bu epizoduydu. Rahil Məlikovun əlinə dəymişdimi? Top baxaq. Cavid Hüseynov. Asif Məmmədova ötürmə elədi. Asif Məmmədov. Asif cərimə meydançasına daxil oldu. Alınadıcı hərəkətlər Asif Məmmədovdan. Ötürmə keçdi. Ozobiç. Qaydan top. Araz Abdullayev. Nə oldu? Daha bir zərbə ola bilər. Araz Abdullayevin daha bir zərbəsi. Fərhad Vəliyev topu tutur. Bir daha baxaq. Araz Abdullayevlə bağlı epizod. Birinci zərbə müdafiəçidən dönür. İkinci zərbəni isə qapçı tutur. Asif Məmmədov. Asif Kamran Abdullazadədən sıyrıldı. Cərimə meydançasına daxil oldu Asif. Ötürməsini elədi. Ozobiç. Zərbə. Müdafiəçilərdən qayıdır top. Məqarana gəlir. Tellur Mütəllimovun ötürməsi keçmədi. Və bu an Əliyar Ağayev final fiti səsləndirir hörmətli tamaşaçılar. 15-ci turun açılış maçında Qəbələ Sumqayıt oyununda bərabərlik qeydə alınır.